Bismillahirrahmanirrahim. Elhamdu ve sena'u lillah Rabbil alemin, bari'il khalaiki ecma'in. Vessalatu vesselamu ala abdillahi ve rasulih ve habibihi ve sefiyyih ve hafizi sirrih ve mübelliği risaletih Seyyidina ve nebiyyina ve mevlana Ebu'l Kasimi Muhammed Allahümme salli ala Muhammed ve ali Muhammed ve ala ehli beytihi tayyibin tahirin siyama bekiyetullah fil arazin ervahuna ve ervahul alemin liturabi mekdemihil fida ve la'netullah ala a'daihim ecma'in minel ana ila qiyam yevmiddin. Bu məclisdə iştirak edən bütün möminləri, xüsusən xanımlarımızı, Xanım Fatimə Zəhranın dəyərli övladı, Kərbəla qəhrəmanı Həzrəti Zeynəb salamullah əleyhanın mövlud günü münasibəti ilə təbrik edirəm. Allah dünya və axirət bizi Həzrəti Zeynəbdən kənara salmasın inşallah. Bir neçə dəqiqə sizin huzurunuzda namazda təkrar elədiyimiz İhdinas sıratal müstəqim ayəsi barədə danışmaq istəyirəm ki, hər gün namazda həmd oxunan zaman biz hey təkrar edirik İhdinas sıratal müstəqim. İlahi bizi doğru olan yola yönəlt, doğru yola yönəlt. Doğru yolu tapmaq üçün ümumiyyətlə bilməliyik doğru yol nədən ibarətdir? Doğru yol iki hissədən ibarətdir. Birinci hissə etiqada bağlıdır. İnsan bəzi şeylərə gərək iman gətirsin. Əvvəl gərək insanın etiqadı düz olsun, fikri düz olsun. Etiqad və fikir düzəlməlidir düz yolu getmək üçün. İnsan Allaha inansın, Peyğəmbərə inansın, qiyamətə, imamətə inansın. Bu insanın əqidəsinin şərtləridir. İnsan qəbirdə yerləşən vaxt ilk sorğu-sual orada başlanır. İnsanı qəbrə qoyub çıxıb gedəndə İki mələk gəlir insanın yanına və ilk sorğu-sual başlanır. Nədən soruşurlar? Əvvəl nəyi soruşurlar? Namazdan soruşmurlar, orucdan soruşmurlar. O sonraki mərhələdir. Gəlirlər, etiqad soruşurlar, əqidə soruşurlar. Dillər diyanın ölünün başının üstündə bir nəfər oxusun, bir nəfər tərpətsin. Ona təlqin eləyin deyəcəyi cavabları. La təxaf və la təhsən. Mələk gələndə qorxma. Ölüyə bunu deyir. Və kədərlənmə. Və qul fi cavabihima. O iki mələyin cavabında denə. Allahu Cəllə Cəlaluhu Rabbi. Dinən Allah mənim Rəbbimdir. Və Muhammedun sallallahu aleyhi və aleyhi və səlləm nəbiyyə. Peyğəmbərin adını dinən. Vəl İslamu dini. Dinən dinim İslamdır. Vəl Qur'anu kitabı. Kitabım Qur'andır. Vəl Kəbətu qibləti. Kəbə mənim qibləmdir. Və əmirul müminin Ali ibn Əbi Talib aleyhissalam imamı. Dinən Əli mənim imamımdır. Bir imamların adını dinən. Ennəl mavtə haqqun. Bil ki ölüm haqdır.
وَالنُّشُورَ حَقٌّ سُوَالَ مُنْكَرٍ وَنَكِيرٍ فِي الْقَبْرِ حَقٌّ Qəbirdə sorğu sual haqdır, qiyamət haqdır. Ennel cennete hakkun ve nâre hakkun. Filan cennet haktır, cehennem haktır. Ve sırat hakkun vel mizan hakkun. Sırat haktır, mizan haktır. Bunları deyəndən sonra ölüyə belə deyirik. Deyirik, əfəhim də başa düşdün, hara başa düşdün? 124 min Peyğəmbər dünyada başa salanmadı. Dünyada anlamadı. İndi qəbirdə deyirik, başa düşdün. O adam başa düşdü ki, diriliyində başa düşmüşdü. Mavta haqqın da görüb də mavta haqqın, ölüm haqqdır. Mələkləri görüb də da. Dəyəri ondaydı, qiyməti ondaydı ki, görməyə inansın, ağlı ilə tapsın. İslam ağıl dinidir. Ağıl düz işləsə, insan yolunu tapar. Ağlı insanın düz işləsə, əqli dəlillərlə bütün həqiqətlərə yol tapar insanlar. Peyğəmbərdən bir hədis var, mən istəyirəm bunu oxuyam sizin üçün. Buyurur, inni la əxafu alə ümmətil fəqir. Mən ümmətim üçün kasıbçılıqdan qorxmuram, fəqirlikdən qorxmuram. Və lakin əxafu aleyhim suət tədbir. Mən ümmətim üçün fikir yoxsulluğundan qorxuram. Bu ümmətin başından nə bəla gələcəksə, fikrinin yoxsulluğuna görə, ağılsızlığına görə gələcək. Cəhaləti ucbatından gələcək. Fəqirliyin qorxusu yoxdur, kasıblığın qorxusu yoxdur. Cəhalət bu millətin, ümmətin axırına çıxar. Əgər cəhalətə bulaşarlarsa. Cəhalət insanı haqq yoldan azdırar. Cəhalət insanın yolunu itirməsinə səbəb olar. Başqa bir hədisdə bunu Əli əleyhissalam Peyğəmbərdən nəql edir. Muhammed ibn Əbu Bəkir birinci xəlifənin oğlu idi. Muhammed ibn Əbu Bəkirin anası əvvəl Cəfər Təyyarın xanımı idi. Cəfər Təyyar bilirsiniz də Həzrət Əlinin qardaşı. Cəfər Təyyarın xanımı idi. Cəfər Təyyar dünyadan gedəndən sonra, şəhid olandan sonra Əbu Bəkir onun xanımı ilə evlənir. Sonra Muhammed doğulur, dünyaya gəlir. Ondan sonra o ölür, Həzrət Əli o xanımla evlənir və Muhammed ibn Əbu Bəkiri Həzrət Əli böyüdür. Deyir ki, Muhammedun ibni min sulbi Əbi Bəkir. O mənim oğlumdur, amma Əbu Bəkirin sülbündəndir. Onu Əli əleyhissalam tərbiyə verib və çox şərafətli insan olub, axırda da şəhid olub. Misrə onu vali təyin edib Həzrət Əli əleyhissalam. Misrə göndərəndə ona bir məktub da verir. O məktub indi var Nəhcül Bəlağədə. O məktubda bunu yazır ki, mən Peyğəmbərdən eşitmişəm ki, Peyğəmbər buyurur ki, inni la əxafu alə ümməti mu'minən və lə müşrikən. Mən ümmətim üçün nə mömindən qorxuram, nə müşrikdən, kafirdən, bütpərəstdən. Ənəməl mu'min fəyyəmnəuhullah bi imanihi. Möminə gəldikdə Allah onu imanı vasitəsilə qoruyar, ondan ziyan dəyməz. Və əmməl müşrik fəyyəqməuhullah bi şirki. Müşrikdəki bunun kafirliyi bəllidir. Açıq aşkar deyir ki, mən Allaha inanmıram, qəbul eləmirəm. Bunun aşkarda öz əqidəsini aşkar eləməsi bunun təhlükəsindən müsəlmanları qoruyar. Və lakinni əxafu aleykum kullə münafiq. Lakin sizin üçün münafiqlərdən, ikiyüzlülərdən qorxuram. Münafiqil canan və alimil lisan. Dilində alimdir, qəlbində münafiq. Danışanda bəhbəhlə baxırsan, deyirsən, nə gözəl danışır bu, nə dəyərli sözlər danışır. Amma qəlbində tamam əksidir. Yəqulu mə tə'rifun və yəf'alu mə tunkirun. Yaxşı danışır, əməli pisdir. O səni çaşdırır. Peyğəmbərin düşməni kim idi? Əbu Süfyan. Əbu Süfyan döyüşə gələndə deyirdi ki, yaşasın Hubəl. Hubəl nə idi? Büt idi. Yaşasın Hubəl deyirdi, döyüşürdü Peyğəmbərlə. Əli əleyhissalamın düşməni kim idi? Əbu Süfyanın oğlu Muaviyə. O nə deyirdi? O deyirdi, la ilahe illallah. Həzrət Əli ilə vuruşa.
Bu deyirdi yaşasın Hubal, bu deyirdi la ilahe illallah. Mahiyyət bir idi. İkisi də elə büt yolunda vuruşurdu. Amma bunun təhlükəsi nə idi? Bu İslam libasında vuruşurdu. İslam adını dilinə gətirib İslamla vuruşurdu. Ona görə Əli əleyhissalamın vəziyyəti Peyğəmbərdən ağır idi. Əli əleyhissalamın çətinlikləri çox idi. İki dəstə var idi onun qabağında. Birincisi fikir yoxsulları ki, onlar ikincilərin hədəfi idi. İkincilər də üzdə müsəlman olub qəlbdə kafir olanlar. Bunlardan Peyğəmbər dedi, mən ümmətim üçün qorxuram. Bunlardan təhlükələr gələcək ümmətimin başına. Sıratı, düzgün yolu tapmaq üçün iki şeyə ehtiyaclı yox. Birinci ağıl, ikinci mənəviyyat. Düz yolu tapıb getmək üçün. Ağılla mənəviyyat. Təkcə ağıl yox. Mənəviyyat olanda Allah insanı hidayət eləyər. İnsan həqiqəti tapar, düz yolu tapar, istiqamətini bilər. Özünü təmizləməklə. Allah Quranda buyurur, Allahdan qorxun, sizin müəlliminiz mən olum. Allah sizə müəllim olsun, sizə təlim versin. Oxumamış alim olarsınız. Hikmət ürəyinizdə yerləşər. Düz yolu tapmaq üçün əsas məsələ insanın təqvalı olması və ağıllı olması. Günahdan çəkinməsi və ağıllı olması. Dünyadakı sırat ki, düz yol, qiyamətdə də sıratdır, körpüdür ki, deyirlər, onun üzərindən insanlar keçəcək. Hədislərdə var, bunu çox demişik. İnsanlardan bəzisi ildırım surəti ilə keçəcək. Peyğəmbər buyurur. Bəziləri sürətlə keçəcək. Bəziləri elə iki ayaq, iki əllə, sürünə. Bəziləri hədis buyurur ki, yana-yana, bir qismi yanacaq bədəninin bir hissəsi salamat qalacaq. Amma gedib bir tər çıxacaqlar. Bu nədən çıxır? Niyə görə belə olur? Onun sadə cavabı budur. Sırat-ı müstəqimi dünyada necə getmirsən, orada deyilər. Burada sabit getmirsən, düz, orada deyilər. Burada günaha bulaşa getmirsən, günah orada od kimi səni yandıracaq. Əgər tövbün qəbul olmasa, tövbün qəbul olsa heç. Qəbul olmasa, yolu ilə axsıya getsin, oradan da elə keçəcəksən, gedib çıxa bilsin məqsədə. Və sırat-ı müstəqim nədir? İmam Sadiq buyurur, Əs-sırat-ül müstəqim əmirul müminin. Doğru olan yol Əli əleyhissalam. Doğru yolun meyarı Həzrət Əli əleyhissalamdır. Peyğəmbər Əli əleyhissalama buyurur ki, ya Əli, qiyamət günü sən, mən bir də Həzrət Cəbrail sıratın yanında dayanacaq. Cəmaat gələcək dəstə-dəstə. Kim sənin vilayəti və etiqadı var, gömrükdə görmürsünüz, baxarlar, viza var ya yoxdur, sonra keçib gedə bilər. Cənnətin də gömrüyündə biz məndən sən dayanacaq. Kim sənin vilayətin qəbzini gətirəcək, o keçəcək. Yoxdursa qalacaq. O keçə bilməyəcək sıratın üstündən. Əsbətukum qədəmən aləs-sırat, əşəddukum hubban li əhli beyti. Sıratdan ən sabit qədəmləriniz, ən möhkəm keçənləriniz o kəslərdir ki, mənim əhl-i beytimi daha çox istəyir. Kim daha çox sevibsə, daha rahat keçəcək. Qədəmləri də möhkəm olacaq. İbn Abbas rəhmətullahi əleyh deyir ki, İhdina sıratəl müstəqim ayəsi ki, biz namazda deyirik. İstəyirsiniz ki, duavuz qəbul olsun, niyyətinizdə tutun ki, ilahi, məni Peyğəmbər və əhl-i beytinin məhəbbətinə hidayət elə. İhdina sıratəl müstəqim budur. Deyin ki, ilahi, məni əhl-i beytin yoluna hidayət elə. Peyğəmbər deyir, yuxu gördüm. Gördüm bir nəfər mənim ümmətimdən sıratdan keçir, amma büdürüyə. Çox pis keçir, birdən bir nurani surət gəldi, onun əlindən tutdu, apardı. O surət nə idi? O, dünyada mənə göndərdiyi salavat idi. Salavatın surəti idi. Çox savabı var salavat zikr eləməyin. Xüsusən də cümə günləri ki, Peyğəmbərin və əhl-i beytin ruhuna salavat göndərməyin çox savabı var. Allahümmə səlli ələ Muhammed və ali Muhammed. Sıratın üzərindən əhl-i beyti sevən insanlar sabit qədəm halda keçərlər. Birinci, əqidə gəlir. Ondan sonra əməllər.
Hədislərdə var, saxlayıb soruşacaqlar, dayanacaqlar da. Sıratın üzərində birinci şey ki, insandan soruşacaqlar, qohumlar barədədir. Qohumluq əlaqələri kimin möhkəm idi? Qohumları ziyarət edirdi, haqlarını verirdi, onlar keçəcək, yoxsa dayanacaq. Silə-i rəhim, qohumlarla əlaqə. Dünyada da kim qohumlarla əlaqəni kəsir, təsiri budur ki, ruzusu az olar, bərəkəti olmaz. Bir də təsiri budur ki, ömrü qısalar. Ahirətdə də əzaba səbəb olar. İkincisi, soruşacaqlar əmanət barədə. Sənə mal tapşırmışdılar, necə qaytardın? Sənə biri söz demişdi ki, bu aramızda qalsın, bu əmanətdir. Qəbrə gedənəcən o sözü bir nəfərə deməyə ixtiyarın yox. Adam var, deyirsən, üzü görürsən, yanındakına deyir. 5 dəqiqə gözləmir keçsin. Söz əmanətdir, gərək qəlbdə qala. Mala xəyanət eləməkdən də pisdir. Sirri açmaq. Kim möminlərin sirrini açarsa, Allah da eyiblərini açar qiyamətdə. Onu soruşacaqlar. Sonra nə soruşacaqlar? Namaz barədə. Hesablayacaqlar, hətta buluğa çatdığın gündən ölən gününə qədər. Bütün qəzaların hamısı gərək qılma. Əgər varsa qəza, yoxdursa lap yaxşı. Xoş o adamın halına ki, hətta buluğa çatandan namaz qılır. Yox, elə dörsə hər günün öz hesabı var, soruşacaqlar. Əvvəl qılmısan ya yox? Qılmamısan ki, heç də işin rahatdır, mənfi mənadır. Yəni, bəllidir sənin məsələn. Amma yox, qılmısansa, onda baxarlar keyfiyyətinə. Sübh namazını məsələn gün orta qılmısan. Adam var ki, sübh namazının vacib vaxtı zöhrdən qabaqdır. Biri deyirdi ki, mən səhər hərdən sübhə dururam, sübh vaxtı heç yatmıram. Heç namazı qılmıram. Elə saxlayıram. Göz görə-görə gün çıxır, qılmıram. Mən də soruşdum ki, niyə görə? Dedi ki, nəsə ürəyimə yatmır. Öyrəşmişəm ki, orta qılmağa çox elə o vaxtı ürəyimə yatmır sübh namazı. Belə namazın keyfiyyəti, namazın necə qılınması, vaxtında, huzur qəlblə, diqqətlə qılınması, kim namazını vaxtında qılarsa, həm dünyası abad olar, həm ahirəti. İstəyirsinizsə Allah yolunda addım atasınız, birinci bundan başlayın ki, bütün namazları azan vaxtında qılın. 40 gün gedin buna əməl eləyin, görün təsirini görürsünüz ya yox. Sübh namazı azan vaxtı zöhr və axşam namazı. Hamısını düz azan verilən vaxtda işinizi tərk eləyin, qılın. Küçədə də olsa qılın, əgər bacarsınız. Çox faydası var insan üçün. İnsan özünü islah eləmək istəyirsə, bunu eləməmiş mümkündür. İnsanın özünü düzəltməsi. Namazların fəzilətli vaxtda qılınması. Sonra xums və zəkatdan soruşacaqlar. İmam Sadiq əleyhissalam buyurur, qiyamət günü ən çətin vaxt, o vaxtdır ki, xumsun sahibləri durar, xumsun istəyər. Xumsun bir hissəsi seyidlərindir ki, onlara çatmalıdır, bir hissəsi də imam malıdır. Peyğəmbər ailəsi durar, xumsu tələb eləyər. İllik gəlirin artıq qalanının 1/5 xumsdur. İllik gəlirin, ilin bir gününü mən müəyyən eləmişəm. Məsələn, deyək, elə bugün xanım Zeynəbin mövludunda, məsələn. Mən illik xərcimi ödəyəndən sonra bugün baxıram, artıq əlimdə pul qalıb. Keçən ildən baxmışam, bugünə görürəm ki, artıqdır bu qalıb. O artıq pulun 1/5 xums verilməlidir, bu vacibdir. Bunu kim verməsə, İmam Zaman ağa deyəcək ki, cənnətə qoymuram səni. Bir adama ki, imam şəfayət edirlər, şəfayətçisi ona düşmən olacaq. İmam ki, insanın şəfisidir, şəfayət eləyənidir, qiyamətdə xums verməyənə şəfayətçi düşmən olacaq. Deyəcək ki, xumsumu ver. Zamanın imamı tələb eləyəcək. Oruc soruşulacaq ki, oruc cəhənnəm odu qarşısında sipərdir. Həcc soruşulacaq, kimin imkanı var idi, həccə getməmişdi. Hədisdə var ki, o dünyadan gedəndə deyəcəklər, Yahudi və Xristiyan kimi, xaçpərəst kimidir, öl, dünyadan ged. Yəni, müsəlman kimi ölməz. Və haqqundan soruşulacaq. Orada burada oturub danışırdın, kimin sözünü gəldi danışırdın, indi üstündən keçir bilmirsən. Nə gəlir dilvə danışırsan, kimin malını qəsb eləmişdin, keçir gedir. Amma orada saxlayacaqlar, onun əvəzini istəyəcəklər. Hədisdə var, bir dirhəm nahaq
birinin haqqını götürmüsənsə 700 rükət namaz verəcəksən. Namazların savabları verdinsə, ona görə ağıllı adam çalışar dilini qorusun. Çalışar artıq söz danışıb, özünü müflis eləməsin qiyamət günündə. Axırda ki, savab qutaracaq, deyib, qalacaq 40 il həbsdə qalacaq. Peyğəmbər buyurur sıratın üzərində, sonra onu tənə ilə odun içinə aparacaqlar. Ağlar halda qalacaq. O adamlar ki, insanların haqqını ya sözlə, ya malla, haransı vasitə ilə insanların haqqını tapdalayardılar. Bir nəfər deyib, mən yatdım, bir məsciddə idi, həmişə filan kəs məscidə namaza gələrdi. Bir gün gəlmədi. Dedi, gedə görək nə olub? Getdi, gördü, bu yatıb yataqda, amma bədəni bütün yanıb. Dedi, sənə nə olub? Dedi ki, çox qəribə bir hadisə mənə baş verib, yuxu görmüşəm, mən onun təsirindən bu hala düşmüşəm. Yuxuda gördüm ki, siratdan keçirəm, əvvəl rahat gedirdim. Sonra yavaş-yavaş naziləşdi, tükdən də nazi oldu. Cəmaat payızda yarpaq necə tökülər, yanımdan cəhənnəmə tökülürdülər. Mən də deyir, yıxıldım odun içinə. Yıxılanda birdən yadıma düşdü ki, həmişə çətin məqamda dünyada Əli əleyhissalamı çağırardım. Deyir, ixtiyarsız dedim, ya əmir əl-müminin, bunu deyəndə gördüm ki, Əli əleyhissalam siratın üzərində görsəndi. Əlini uzatdı, dedim, ağa, yandım, məni çıxart buradan. Əlim haramdansa tutdu, qolumdan çıxartdı məni, ayıldım, gördüm bədənim yanıb, ancaq onun əl tutduğu hissədən başqa. Ora sağ-salamatdır. Qiyamət günü Əli əleyhissalamın vilayəti insanın köməyinə çatacaq, əməlindən bir yerdə olsa. Bu sırat-ı müstəqim, doğru olan yol. Dünyada insan bu yoldadırsa, onun üçün heç nə qorxusu yoxdur. Əli Əkbər ağa İmam Hüseyin əleyhissalamdan soruşur yol əsnasında. Kərbəlaya gedirlər, yolda soruşur. Deyir, əvəlləsnə aləl-haqq. Deyir, ata, biz haqq o. Ağa buyurdu ki, bəli. Dedi, izən la nubali. Əgər düzüysə, onda qorxu yoxdur. Əli Əkbər ağa bilir düzdür, tərəddüd eləmir. Amma istəyir imamın dilindən eşitsin. Necə İbrahim Peyğəmbər dedi ki, istəyirəm qiyaməti yəqin üçün quşları dirildəsən, görəm. Allah dedi, məyər inanmırsan, dedi, inanıram, amma istəyirəm görəm, yəqinim çoxalsın. Bu da imamdan soruşur, atasından soruşur ki, biz haqqıq, dedi, bəli. Dedi, haqq olandan sonra qorxumuz yoxdur. Bir adam haqq yolundadırsa, ondan alınan şey də ona verilir əslində, o başa düşmür. Başa düşürsə, başa düşür, yaxşıdır. Düz yoldadırsa, hər şey alınırsa, ona verilir, o heç nə itirmir. Ölüm də hədiyyədir. Malı da əlindən gedir, hədiyyədir. Həzrəti Zeynəb ki, bugün mövlududur, o da haqq yolunu gedən üstün insanlardan biridir. Həzrəti Zeynəb Allahın möcüzəsidir. Həzrəti Zeynəbi tərif eləməkdə dil acizdir. Həzrəti Zeynəbin əzəmətini başa düşməkdə ağıllar acizdir. Həzrəti Zeynəb həqiqətən də insanı heyran qoyan bir insandır, bir şəxsiyyətdir. Ki, insan hansı məqama gedib çata bilər, bir qadın, bir xanım, nə dərəcəyə gedib çata bilər, insan təəccüb eləyir. Nə dərəcədə sırat-ı müstəqimdə sabit qədəm bir insan edir. Adam iftixar eləyir həqiqətdə. İftixar eləyir ki, nə gözəl insanların dalıca düşürük biz. Nə yaxşı Allah bunları bizə tanıtdırıb, heç olmasa biz bilmişik bunlar. O qədər sabit qədəm idi ki, Kərbəla hadisəsi böyüklüyündə hadisə onu sarsıda bilmədi. Hər dayanacaqda İmam Səccad deyir, mən baxırdım, görürdüm ki, bu xanım heç elə bil bu müsibətlər bunun başına gəlməyib. Vacib yox, müstəhəbbi namazını da tərk eləmirdi. Düzdür, bugün mövlud günüdür, mən istəmirəm bu qəmli hadisələrdən danışaq, bugün bayram günüdür. Amma onun əzəmətli şəxsiyyətini danışanda Kərbəladan yan keçmək mümkün olmur. O elə bir şəxsiyyət idi ki, İmam Hüseyin əleyhissalam dedi ki, bacı məni dua elə gecə namazlarında. Məsum imam ondan xahiş elədi ki, onu dua eləsin. Allaha bəndəliyin, Allaha itayətin gözəl bir nümunəsidir. İstəyirsən biləsən, qadın nə dərəcədə şəxsiyyətə malikdir, yüzlərlə, minlərlə kişi onun ayağının tozuna çata bilməyib. O elə bir şəxsiyyət idi. Ki, qadınlardan üstün şəxsiyyətlər var, biri də
Həzrəti Zeynəbdir. Mən bugün xüsusən xanımlarımıza özümü tutub demək istəyirəm ki, bugünkü gündə biz daha çox qadınlar təzyiqə məruz qalır. Cəmiyyətdə hicablı xanım olmaq bir qədər çətindir, məsuliyyətlidir, olduqca məsuliyyətlidir. Onlar çox dəyərli xanımlardır. Bugün Həzrəti Fatimənin hicabını qoruyurlarsa, Həzrəti Fatimənin hicabını yaşadırlarsa əməlləri ilə və geyimləri ilə, bu böyük bir mübarizədir, cihaddır yaşadığımız cəmiyyətdə. Çünki böyük ölkələr, mən o dəfə dedim, İspaniyada İslamın süqutunun neçə səbəbi vardı, bir də hicabsızlıq idi. Müsəlman ölkələrinin qərbdən asıllığının əsas səbəblərindən biri də qadınlardır. Yəni onların hədəflərindən biri də qadınlardır. Ki, bərbad vəziyyətdir. Baxın, görün, televiziya nələr təbliğ eləyir. Baxın, görün, nə vəziyyətdir. Cavan uşaqları toplayırlar bir evə, bütün milləti də məcbur edirlər o şeyə baxmağa. Namaz qılan da baxır. Yad olan həyat tərzinə adiləşdirmə. Yəni qızla, oğlan ayla, günlə bir yerdə qala bilər, evdən icazəsiz, ailədən icazəsiz, yaxud icazəsi ilə lap pis. Hədəfdə bizim dəyərlərimizdir. Bir millət də dəyərini verdisə də qutardı. Millət şəxsiyyətini verdisə, ondan sonra da heç nəyə bərpa eləyə bilməz. Nəyi verirsən, ver, çalış şəxsiyyətin qalsın. Həzrəti Zeynəb hər şeyini vermişdi, şəxsiyyəti qalmışlarını. Ona görə qalib oldu. Hər şeyini vermişdi, qolu da zəncirlənmişdi, əsir bir halda dövrünün zalımının sarayına girirdi, şəxsiyyəti əlində idi deyə ona heç nə eləyə bilmədilər, məğlub oldular. Allah and olsun, taxtın üstündə otura titriyirdi tarixdə, yazırlar Yezid. Bunun nəyi var idi? Bunun bir dənə zəncirli qolları var idi və malik olduğu hər şeyini əlindən vermişdi, maddi anlamda. Amma şəxsiyyəti qalmışdı deyə o şəxsiyyəti hesabına onlara qalib gəldi, onlara qələbə çaldı. Həzrəti Zeynəbdən aldığımız ən əsas dərs, özüm üçün bunu deyirəm ki, bu olmalıdır ki, Həzrəti Zeynəb Allaha bəndə idi, Allaha ibadət edirdi, Allahın qarşısında əyilirdi deyə şəxsiyyət tapmışdı və o şəxsiyyəti ilə öz dövrünün və qiyamətə qədər yaşayacaq insanların, siz təsəvvür edirsiniz, mübarizlərin şüarı Zeynəbdir. Bir alim deyirdi ki, onlar ki şəhid oldu, onlar Hüseyndir, qalanlar da Zeynəbdir. Üçüncü yol Yezid yoldur, ondan başqa yol yoxdur. Gedənlər Hüseyndir, şəhid olanlar, qalanlar da Zeynəb. Biri də üçüncü yolu axtarsa da yoxdur, o Yezidin yolu. Allah bizə tövfiq versin ki, Həzrəti Zeynəbin yolunun yolcusu olar inşallah. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əəzzil əcəllil əkrəm və bil Hüseyni ya Allah, 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 ya Allah. İlahi əllərimizi naumid qaytarma.